Pul, saniyeler içinde dünyanı dolaştığı bir dövrdə cinayət yoluyla əldə edilmiş əmlakın legallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi bütün dünyanın qarşısında duran ciddi təhlükədir. Hər gün qeyri-qanuni maliyyə axınları, korrupsiya faktları və terrorun maliyyələşdirilməsi ilə bağlı xəbərlər eşidirik. Bu qlobal çağırışla mübarizə məqsədi ilə xüsusi maliyyə kəşfiyyatı orqanları fəaliyyət göstərir. Azərbaycan da bu prosesə 2009-cu ildə qoşulub və həmin ildə ölkədə maliyyə monitorinqi xidməti yaradılaraq bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə məsul qurum kimi fəaliyyətə başlamışdır. Xidmət, cinayət yolu ilə əldə edilmiş əmlakın legallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər qanunsuz fəaliyyətlərlə mübarizədə mühüm rol oynayır. Mütəxəssislərimiz öhdəlik daşıyan şəxslərdən gələn məlumatları təhlil edir, böyük həcmdə maliyyə əməliyyatlarını izləyir, cinayət əməllərini göstərə biləcək nümunələri və şübhəli fəaliyyətləri müəyyən edirlər. Müəssir informasiya texnologiyaları və süni zəka böyük həcmdə məlumatın daha dəqiq və effektiv emalına imkan yaradır. Maliyyə kəşfiyyatı da bu imkanlardan aktiv şəkildə istifadə edir. Xidmət, məlumatların qəbulu, təhlili və ötürülməsini şübhəli əməliyyatların monitorinqi sistemi vasitəsilə həyata keçirir. Proqram təminatı 17 moduldan ibarət olmaqla uçot və hesablılıq, dövlət qurumları ilə inteqrasiya, innovativ təhlil və vizuallaşdırma imkanları təqdim edir. Məlumatların tamlığı çarpaz yoxlamalarla təmin olunur və risklərin idarə edilməsi sistemi tətbiq edilir. Proqram təminatı ölkənin ehtiyaclarına uyğun olaraq davamlı şəkildə təkmilləşdirilir. Xidmətin fəaliyyətində nəzarət və hüquq mühafizə orqanları ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Xidmət, cinayətkar şəbəkələrin qarşısının alınması üçün araşdırmaları əlaqələndirir və maliyyə kəşfiyyatı məlumatlarını paylaşır. Şübhəli əməliyyatlar aşkarlandıqda, xidmət müfəssəl hesabatlar hazırlayır və aktivlərin dondurulması, eləcə də qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün tədbirlər görür. Davamlı şəkildə təlimlərin keçirilməsi və yeniliklərlə bağlı məlumatlandırmanın aparılması vacibdir. Xidmət, işçi heyətinin peşəkarlığını təmin edir və onları ən son texnoloji avadanlıqlar və maliyyə istintaqı metodları ilə təchiz edir. Xidmət, cinayət yolu ilə əldə edilmiş əmlakın legallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənir, əlaqələrini gücləndirir, nüfuzlu beynəlxalq təşkilatlar və digər ölkələrin maliyyə monitorinqi orqanları ilə məlumat və təcrübə mübadiləsi aparır. Xidmət ölkədə cinayət yolu ilə əldə edilmiş əmlakın legallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, habelə kütləvi qırğın silahlarının yayılması və onun qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə töhfə verir. Xidmət həmçinin risk qiymətləndirilməsinin və Koordinasiya Şurasının katibliyi funksiyalarını həyata keçirir. Xidmət hər zaman ayıq-sayıqdır. Maliyyə sisteminizi istismardan qoruyur və hər kəs üçün daha təhlükəsiz gələcək naminə fəaliyyət göstərir.